Salam əziz izləyicilər, xoş gördük hər birinizi. Bugün sizə Allahın bizə bəxş etdiyi möcüzəvi bitkilərdən biri olan mərcangilə haqqında danışacağam. Bu bitki əsrlər boyu müxtəlif mədəniyyətlərdə həm qida, həm də dərman vasitəsi kimi istifadə edilib. Mərcangilənin yarpaqları zəngin antioksidantlar, vitaminlər və minerallarla doludur. Və bu da onların immun sistemini gücləndirməsi, iltihabları azaltması və həzm sisteminə dəstək verməsi ilə özünü göstərir. Eyni zamanda mərcangilənin meyvələri də yüksək miqdarda vitamin C, lif və digər faydalı maddələr ilə zəngindir. Bu da onların ürək-damar sağlamlığına müsbət təsir göstərməsinə səbəb olur. Lakin hər bitkidə olduğu kimi mərcangilənin də müəyyən yan təsirləri ola bilər. Bu videoda mərcangilənin bütün bu xüsusiyyətlərini ətraflı araşdıracağam, faydalarını və ehtimal olunan zərərlərini sizə təqdim edəcəm. Əgər hazırsınızsa, gəlin bu maraqlı səyahətə başlayaraq mərcangilənin möcüzəvi dünyasını birlikdə kəşf edək. Mərcangilə əsasən sərin və rütubətli iqlim şəraitini sevən, turşulu torpaqlarda yaxşı inkişaf edən bir bitkidir. Müalicə məqsədi ilə mərcangilənin həm meyvələrindən, həm yarpaqlarından geniş istifadə edilir. Mərcangilənin yarpaqları oksidləşmə reduksiya reaksiyalarını sürətləndirir, maddələr mübadiləsini tənzimləyir, mərkəzi sinir sisteminin, ürəyin, beynin və böyrəklərin qidalanmasını yaxşılaşdırır. Antioksidant təsir edərək hüceyrələrin qocalmasının qarşısını alır. Xərçəngə qarşı qoruyucu təsiri olduğuna dair elmi sübutlar mövcuddur. Mərcangilə yarpaqları mədə-bağırsaq sistemi üçün çox faydalıdır. Həzm orqanlarının sağlamlığını qoruyur. Xüsusilə mərcangilənin qurudulmuş yarpaqları güclü ishal əleyhinə təsir göstərir. Həzmi tənzimləyir, lipid və yağların sona qədər parçalanmasını təmin edərək triqlesidlərin və xolesterinin qanda miqdarını azaldır və artıq çəkini azaltmağa kömək edir. Qanda şəkərin səviyyəsini aşağı salır. Qanda olan qlukozanın toxuma və hüceyrələrə daşınmasını asanlaşdırır və onun toxuma və hüceyrələr tərəfindən mənimsənilməsinə yardım edir. Mərcangilə yarpaqları şəkərli diabetdə geniş istifadə olunur. Xüsusilə ikinci tip şəkərli diabet zamanı insulin həssaslığını artıra bilər. Ürək və damarların sağlamlığını qoruyur, qan damarlarını möhkəmləndirir, kapilyarların keçiriciliyini azaldır və elastikliyini artırır. Varikoz və hemoroidə qarşı müsbət təsir göstərir. Mərcangilə yarpaqları göz xəstəliklərinin sağalmasını təmin edir. Gözün tor qişasını gücləndirir. Gecələr görmə qabiliyyətini yaxşılaşdırır. Katarakta və qlaukoma riskini azalda bilir. Mərcangilə yarpaqlarının böyrək xəstəliklərində daha geniş iltihab əleyhinə və sidik-qovucu effektini də misal göstərmək olar. Bu zaman mərcangilə yarpaqları sidik yolları infeksiyalarına qarşı müsbət təsir göstərir. Tərkibində antibiotiklərdə istifadə edilən ekstraktlar olan mərcangilə sidik yolu infeksiyalarının müalicəsində və qarşısının alınmasında çox təsirlidir. Bədənə yığılan artıq mayeni xaric etməyə kömək edir. Tərkibindəki arbutin glikozidinin hesabına böyrək və sidik yollarına antiseptik, dezinfeksiya edici, proseptik və iltihab əleyhinə təsir göstərir. Mərcangilə yarpaqlarının sulu dəmləməsi duz söküntüləri ilə müşayiət olunan xəstəliklərdə, məsələn, böyrək daşı xəstəliyi, revmatizm, podagra, oynaqların formasının dəyişilməsi kimi ağır xəstəliklər zamanı daxilə təyin olunur. Böyrəklərdə və sidik yollarında duz yığılan zaman mərcangilə yarpaqlarından hazırlanan çay çox faydalıdır. Meyvələrindən qan damarları kövrəkliyi zamanı xırda qansızmalarda, eləcə də turşuluq azlığı nəticəsində baş verən qastritdə istifadə olunur. Heyvanlar üzərində aparılan təcrübələr mərcangilənin bədxassəli şişləri, iltihabı, eləcə də təhlükəli hüceyrələri məhv etdiyini göstərib. Bu meyvənin tərkibində infeksiyanı aradan qaldıran antibiotik ekstraktları var.
Mərcangilə əsasən qurudulmuş şəkildə istehlak edilir. Bunun səbəbi təzə mərcangilənin olduqca acı dadmasıdır. Qurudulmuş şəkildə istifadə edildikdə təkcə infeksiyalara deyil, mədə problemlərinə də çarə olur. Bu meyvə mədə xəstəliklərini yüngülləşdirir və xoraları müalicə edir. Sağlamlığa inanılmaz faydaları olan mərcangilə buna baxmayaraq bəzi insanlar üçün risk yarada bilər. Xüsusilə qan durulaşdırıcıları istifadə edənlərdə laxtalanma problemlərinə səbəb ola bilər. Həm də həddindən artıq istehlakda ishal və qarın ağrısına səbəb olur. Beləliklə, əziz dinləyicilər, bu videoda mərcangilənin həm yarpaqlarının, həm də meyvələrinin sağlamlıq üçün faydalarını və ehtimal olunan zərərlərini araşdırdıq. Ümid edirik ki, bu məlumatlar sizə faydalı oldu. Unutmayın ki, hər hansı bitkidən istifadə etməzdən əvvəl mütəxəssisə müraciət etmək önəmlidir. Videomuzu bəyəndinizsə, bəyən düyməsini sıxmağı və kanalımıza abunə olmağı unutmayın.